Hər kəsə salam, kanalıma və videoma xoş gəlmisiniz. Keçən səfər Qambat fəlsəfəsi ilə bağlı kitabdakı ilk 10 fəsli ayrı-ayrılıqda sizin üçün ifadə eləmişdim. Bu səfər istəyirəm ki, hər fəsli ayrı-ayrılıqda yox, ümumilikdə hansı fəsildən hansı hissə xüsusilə xoşuma gəlirsə, o hissələri sizin üçün şərh edeyim. Elə isə getdik. Ötən videoda da dediyim kimi çox spoiler verməyəcəm ki, kitab başdan sona oxumaq istəyənlər üçün maraqsız olmasın. İndi isə gedək. 11-ci fəsildə Dizon Xəyal deyə bir başlıq var və deyir ki, Yapon mədəniyyətinə bələd olmayan insanlara təəccüblü gəlir ki, ilk 3 Michelin ulduzlu sushi restoranı Yaponiyada Ginza səmtində yerləşir və bu restoranda Dizon Onoya məxsusdur. Və indi niyə bu haqqında danışırıq? Çünki o bu sushi restoranına demək olar ki, bütün həyatını, illərini verib və o məşhurlaşıb. Məşhurlaşma hissəsi haqqında çox danışmaq istəmirəm, amma belə deyə bilərəm ki, yəni kitabın yazıldığı dövrdə belə $375 olub həmin o restoranda, deməli, bir sushi menyusu yemək istəyirsənsə əgər, yəni qiymət budur, minimum budur. Və orada soruşanda ki, sahibindən sənin qanun və fəlsəfən nədir? 2 övladlarına da itirə bilir. O deyir ki, hansı sənəti seçməyinizdən asılı olmayaraq, əgər siz bunu sevib yeyirsinizsə, mütləq ki, o işin vurğunu olmaz. Yəni özünüzü ona birmənalı olaraq həsr etməlisiniz. Daha sonra heç bir şikayətdə yəni vurğulamamalısınız. Və həyatınız boyu özünüzü inkişaf elətdirməlisiniz, kamilləşdirməlisiniz. Çünki deməli uğurun və ehtiramla anılmanın sirri sadəcə bundan irəli gəlir. Öz işini sevmək, öz işindən heç bir irad tutmamaq. Təbii ki, insan öz işindəki çatışmayan cəhətləri görməlidir və bu da kamilləşmə adlanır. Amma durub da hər gün şikayət eləməməlidir. Digər bir fəsildə Çibo mitindən danışılır. Burada Pandora qutusu adlı mifologiya ilə başlayır. Müəllifin də qeyd etdiyi kimi, mənim ən sevdiyim mifologiyalardan, hekayələrdən biri Pandora qutusudur. Belə ki, qısaca danışsaq bunun haqqında, Zeus Pandoraya toylatiyası olaraq bu qutunu verir və qutunu əsla açmamağı tapşırır. Amma təbii ki, insan övladı heç vaxt marağından keçə bilmir də. Daim insan maraqlanmağa, araşdırmağa və edilməməsi lazım olan şeyləri etməyə meyilli olduğu üçün, Pandora da bir insan olduğu üçün gəlir ki, o qutunu açsın. Qutunu açır və bütün dünyaya sadəcə bədbəxtliklər yayılır. Və yəni Pandora artıq bu elədiyindən bir növ peşman olur da deyə bilərik. Amma edəcək bir şey yoxdur. Sadəcə qutunun ən dibindən desəm, ən aşağı hissəsindən sadəcə bir söz görür, ümid. Çünki insanı xilas edən tək düşüncə, inam, ümiddir. Və burada Çibo da Yapon dilində elə ümid deməkdir, yəni ümidi itirməmək deməkdir. Deyir ki, ümidi kiçik miqyaslarda da sınamaq olar. Məsələn, deyir ki, əgər bir depressiv hiss edirsənsə, bağçaya çıxırsan və ulduzları seyr edirsən və oradakı yüksəliş o Çibonu insana hiss elətdirir. Bu müəllifin verdiyi bir misaldır. Digər bir tərəfdən də belə birisi var, bunu oxumaq istəyirəm. Deyir ki, biz insanlar vaxtaşırı zəifləyirik, uğursuzluğa düçar oluruq, səhvlər edirik və qaçılmaz bədbəxtliklərlə qarşılaşırıq. Lakin ümidi bizdən heç kim ala bilmir. O daimi ehtiyac duyduğumuz yol göstərən ulduzdur. Ümidin həyata əhəmiyyəti var, onu heç vaxt itirməyin. Yəni adından da bəlli olduğu kimi, əgər ki, bir işi görməyə marağınız varsa, əsla ümiddən vaz keçməyin. Çünki qutunun sonunda qalan tək söz, insanları həyata bağlayan tək söz ümiddir. Digər bir fəsildə pişik tamadan danışılır. Deyilir ki, ümumiyyətlə Yaponiyada pişiklərə verilən ən aktual adlardan biri tamadır və bunun hekayəsindən bir qədər bəhs edilir ki, stansiyada artıq sakin narazı olduğu üçün stansiyanı bağlamaq istəyirlər, amma orada iş görən sahibkarlar buna qarşı çıxırlar və özləri stansiyanı idarə edəcəklərini qeyd edirlər və bundan sonra da tam adlı bir pişik ora rəis kimi təyin edirlər və hətta tam adlı pişiyə müqavilə imzalatdırırlar. O hər gün yemək müqabilində dəmir yol rəisinin papağını aparıb gətirməlidir. Ümumiyyətlə, yəni həmin o apartda gətirdiyi müddətdə yemək qazanacaqdı. Burada nədən danışır ki, bəzən o qədər stressli oluruq ki, hər yol gözümüzün qabağında olur və görmürük. Bunun səbəbi də o qarşılaşdığımız depressiv durumun onsuz da həll olmayacaq deyə düşündüyümüz o mənfi düşüncələrin səbəbkarıdır. Amma sakinlər həmin o tama sayəsində, o pişik olan tama sayəsində stansiyada olan sərnişinlərin sayının artmasına səbəb olmuşdular və artıq daha yaxşı qazanc əldə edirdilər. Eyni zamanda həmin o tam öləndən sonra ona bir təmtəraqlı yasmin arasında keçirdilər. Hətta onun ardıcılı olan 2 pişiyi daha işə götürürlər. Yəni demək ki, qapılar hər zaman gözümüzün önündədir. Sadəcə biz onları necə açmalı olduğumuzu bilmirik. Təslim olmaq yox, qamətliyə və təxəyyülümüzün köməyinə güvənməliyik. Burada müəllifin vurğulamaq istədiyi odur ki, yəni təxəyyülümüz hər zaman işləyir. Bizə lazım olur ki, depressiv vəziyyətdə qısılıb qalmayaq, təxəyyülümüzü işə salaq, öz yaradıcılığımızı, kreativliyimizi işə salaq. Daha sonra müəllif Qambat və Vabi-Sabi fəlsəfəsinin oxşarlı fərqli cəhətlərindən danışır. Vabi-Sabi qeyri-kamilliyin gözəlliyi deməkdir. Yəni heç nə mükəmməl deyil, heç nə tam deyil, heç nə bəd deyil. Amma Qambat nədir? Sadəcə bir gün belə parıldaya bilirsənsə, həmin o bir günü əldən buraxma deməkdir. Tamam, biz mükəmməl olmaq üçün çalışmamalıyıq. Amma mükəmməlliyə çatmaq üçün çalışmalıyıq. Yəni Qambat odur ki, əlindən gələni əsirgəmə. Və burada da bizə deyilmək istəyir ki, əslində Vabi-Sabi ilə Qambat bir-birindən çox sıx bağlıdır. Sadəcə biz bunu düzgün dəyərləndirməyi fərqinə varmalıyıq. Vabi-Sabi deyir ki, insanlar qeyri-mükəmməl doğulur və heç vaxt tamamlanmır. Amma Qambat deyir ki, həyatda olduğun müddətcə özünü irəli aparmaq üçün, özünə yeni bir şans yaratmaq üçün çalışmalısan. Yəni elə heç nə mükəmməl deyil deyə əlimizi ayağımızı sallayıb boş-boş otursaq, bu bizə bir insan olaraq nə məna qata bilər ki? Bir başqa fəsildə müəllif Yayoi Kusamadan danışır. Həmin bu şəxsimiz rəssamdır və çox bacarıqlı bir rəssamdır. Çox zəngin bir ailədən də gəlir, amma problem ondadır ki, ailəsində heç vaxt sevgi görmür. Və bu sevgisizlik, eyni zamanda ailəsində olan problemlər onda ruhi xəstəliyə çevrilir və həmin bu ruhi xəstəliyin əsərlərinə təsir olaraq da o hər yerdə rəsm əsər çəkilmiş. Amma problem ondadır ki, xüsusi ölçülərdə və rənglərdə xallardan mı desəm, toplardan mı desəm, yəni onun əsərini özəlləşdirən cəhət budur. Sizin üçün bir şəkildə yerləşdirəcəm. Bəs bu Yayoi Kusamadan niyə biz bəhs edirik? Çünki müəllif bizə çatdırmaq istəyir ki, həyatda qarşımıza hər zaman problemlər çıxacaq. Bizim məqsədimiz o problemləri görüb bir kənara qısılmaq deyil. Onu bir imkana, bir şansa çevirməkdir. Necə ki, bizim rəssamımız onu öz əsərləri ilə təqdim edib, fərqli bir incəsənət dünyası yaradıb özü üçün. Və həmin bu rəssamımız eyni zamanda ruhi xəstəliklə bağlı müalicə də alır. Amma yenə də müəllifin bizə ötürmək istədiyi nədir? Biz hansı cəhətdən ki, özümüzü digərlərindən fərqli görürük,
Bu əslində bizim üstünlüyümüzdür, unikallığımızdır, fərqliliyimizdir. Demək ki, bizi biz edən şey başqalarından fərqlənən yaxşı cəhətlərimizdir. Ki, o bəzən başqaları üçün, insanlar üçün mənfi görünə bilər, düzgün olmaya bilər, amma bu o demək deyil ki, biz səhvik. Təbii ki, düzgün dəyərlər çərçivəsində. Ona görə də başqalarından fərqli ideyası olmaq yox, bu fərqliliyi bir imkana, bir şansa çevirib özümüzü tanıtmaq üçün, öz işimizi ərsəyə gətirmək üçün istifadə etməliyik. Əsərdə bəyəndiyim bir başqa hissə isə ərəb atalar sözünün verilməsidir. Bu atalar sözündə deyilir ki, bir qapını dəfələrlə döysən, nəhayət o özünü açılacaqdır. Yəni bunu oxuyanda içim o qədər belə xoş duyğularla doldu ki, çünki bunu biz Maneki Neko, daha doğrusu müəllif Maneki Neko qanunu ilə irəli sürür və deyir ki, biz daim qəbul etməyə açıq olmalıyıq və daha sonra da davamlılığımızı, yəni qambatteni qorumalıyıq. Və burada da bu cazibəni də, bu davamlılığı aktivləşdirmək üçün addımlar tövsiyə edir. Həmin addımları da bir oxuyuram. 1. İstədiyinizi dəqiqləşdirin və kainatdan onu dilin. Yəni heç vaxt B planımız olmamalıdır. Biz hər zaman düşünürük ki, ya A planı təxirə düşsə, bir şey olsa, bizim mütləq bir çıxış yolumuz olmalıdır. Amma deyir ki, əgər bir çıxış yolu düşünürsənsə, onda sən A planından vaz keçmisən deməkdir. Çünki insanın ən ali məqsədi qarşısına qoyduğu hədəf düzgün yerinə yetirmək olmalıdır. İkinci addımda deyir ki, fikirlərinizi minnətdarlıq hissləri ilə arzularınızın üzərində cəmləyin. Yəni nəyin? Hər gün şükranlıq duyğusu bəsləyin, hər gün şükür eləyin, minnətdar olun və arzularınızı daim o şükranlıq hissi ilə anın. Yəni bunu bir empatiya olaraq da düşünmək olar. Üçüncüsü deyir ki, arzunuza çatmış kimi davranın. O deyir bir şeyi 40 dəfə deyəndə gerçəkləşir. Eynisi buna da aid. Yəni əgər bir arzu xəyalında varsa, o səninmiş kimi davranmalısan, o səninmiş kimi davranmalısan ki, o arzu sənə gəlsin və sənin reallığına çevrilə bilsin. Və son olaraq da deyir ki, onu qəbul etməyə açıq olun. Və bu psixologiyada da var ki, biz çox zaman düşünürük ki, və çox bəyəndiyim bir söz var, onu da əgər tapsam burasını üçün qoyacağam. Biz bəzən arzuluyuruq və elə bilirik ki, həqiqətən içdən və düzgün şəkildə arzulamışıq, amma özümüz sabotaj meydana gəlir və bu sabotajın nəticəsi olaraq da əslində biz o arzuya çatmayaq deyə hər şey eləyirik və problem də buradan başlayır əslində. Yəni müəllif də sonunda addım onu demək istəyir ki, qəbul etməyə açıq olun, yəni özünüzü bloklamayın, özünüzün qarşınıza özünüzə bir əngəl kimi qoymayın. Və bunda Maneki Neko, yəni uğurun simvolu olan pişiklərin simvolu kimi simasını da bizə verir. Burada yazıcılar üçün 10 qambatta qaydası var, amma mən qaydaları sizə bir-bir oxuyacağam ki, istənilən hədəfiniz üçün onu adaptasiya edə bilərsiniz və dəyişdirə bilərsiniz. Birinci, qulaqlarınızı açın. Bu nə deməkdir? Yəni ki, daim məşq eləməlisiniz, daim bütün yenilərə açıq olmalısınız. İkinci, ideyanızı qeyd edin. Əgər bir ideya gəlirsə, həmin an yazılmalıdır. Harasa qeyd edilməlidir, yoxsa beyində gəlirsə, elə gəldiyi kimi də gedir. Üçüncü, nəşr olunmuş kitabı təsəvvür edin və siz də arzunuz hər nədirsə, onu artıq olmuş kimi təsəvvür etməyi bacarmalısınız. Dördüncü, qarşınıza həftəlik vəzifələr qoyun. Çünki bir anda böyük bir plana baxanda bizə qorxuducu gələ bilər və özünüzü sabotaj etdiyimiz üçün bu mənfi nəticələrlə səbəb ola bilər. Amma konkret, qısa tarixli və asan işləri sıraya qoyanda daha rahat həyata keçirmək olur. 5. Özünüzə şahidlər tapın. Yəni mütləq birini tapın ki, sizi dəstəkləsin. Məsələn, dostlarımız hər zaman pis gündə bizim yanımızda olmur ki, yaxşı günümüzdə də yanımızda olan insanları dost adlandırırıq. Burada da məqsəd o ki, sənin üçün o vəzifəni xatırladan biriləri olsun ətrafında, səni dəstəkləyən biriləri olsun ətrafında. 6. Oturmağı məşq edin. Çünki yəni hətta burada bir ifadə var, deyir publisist yazıcı Gabriel Garcia de Oro deyir ki, yazıcının məşq etdirməli əsas əzələsi arxasıdır. Yəni insan bir şey etmək istəyirsə, mütləq şəkildə oturmağa bacarmalıdır. Çünki hiperaktivlik nə qədər səni öz arzuna apara bilər. Çox çətinsin, çox əziyyətlər çəkirsən o arzuya çatana kimi. Amma oturmağı bacaranda, sabitliyi bacaranda, onda hər şey öz axarı ilə addım-addım da olsa gəlir. 7. Düzəlişlər yerinə irəliyə doğru hərəkət edin. Yəni qarlamada bir şey yazmırsınızsa, elə o qarlamanın üstündə ay bunu düzəldim, onu düzəldim eləməyin. Yazın, tam bir şablon, ideya, fikir formalaşsın. Daha sonra tam formalaşan ideyanın üzərində düzəlişlər edin. 8. Özünüzə yaxşı redaktor tapın. Mən bunu arzularınıza necə adaptasiya edərəm barədə düşündüm və dedim ki, biri var, həvəskar şəkildə bir işi aparasan. O həvəskar olduğu üçün beyin bunu tam ciddi almır. Bir də var ki, rəsmi birini tapasan. Məsələn, deyək ki, mən video çəkmək istəyirəm. Mən bu video çəkməyə daimi təhrik edən bir menecer olmalıdır. Yəni bu məntiqlə düşünməliyik əslində. 9-cu qanunda deyir ki, bütün yolları sınayın. Yəni ki, bir şəxsə məsələn deyir ki, burada yazdan bəhs edir, bir redaktor heyətini göndərirsən, bəyənməz, ikisi bəyənməz, üçü bəyənməz, amma 101-ci bəyənəcək. Yəni hətta belə bir çox bəyəndiyim bir söz də var ki, deyir ki, yəni 100-cü anda vaz keçəndə nə bilirsən, bəlkə 101-ci də olacaqdı, bəlkə sənin şansın 101-ci idi. Ona görə daim cəhd eləməkdən çəkinməyin. Bir də layihənizi dünyaya açıqlayın. Bu əgər yadınıza gələrsə, bundan əvvəlki hissədə danışdığım hissədə də var idi. Yəni ümumiyyətlə ruhdan düşmək lazım deyil və fərqli platform, hətta burada məsələn kitab üçün Amazon platformasını yaradacaq. Yəni ideyası nə olursa olsun, onu irəli sürəcəyiniz bir sosial şəbəkə, bir iş yerinin, bir yer mütləq ki vardır. Ola bilər ki biz bilmirik, amma mütləq ki vardır. Yəni ona görə də əgər bir işin keyfiyyətli olduğunu əminsinizsə, o sizin vazgeçilməz arzunuzsa, onun arxasınca getməyi bacarın. İndi sizə biraz da Kaizen metodu ilə bağlı danışmaq istəyirəm. Fikir verirsinizsə, müəllif müxtəlif fəlsəfələri, yəni yaponlar üçün həyata əhəmiyyət daşıyan ifadələrin hamısını kitabda qambatı ilə bağlaşdırır. Kaizen nədir? Kay dəyişməkdir, dizaynda yaxşıdır. Yəni nə nəticə çıxarırıq? Yaxşıya doğru dəyişiklik deməkdir. Yəni davamlı yaxşılaşma deməkdir. Bu da necə yaponların öz fəlsəfəsində bunu irəli sürürlər? Bu gün dünəndən yaxşıdır, sabah da bu gündən yaxşı olacaq. Yəni hər gün bir şəkildə irəliləmək lazımdır və burada da danışır ki, yəni Yaponiyanın rəğbət uğrunun açarı Kaizenlə irəli gəlir. Çünki bu sadəcə davamlı yaxşılaşma deyil, həm də hər gün yaxşılaşmadır. Yəni məqsəd yaxşı olmaq deyil, hər gün daha yaxşı olmaqdır. Daha sonra da biraz Buddan fəlsəfəsindən danışmaq istəyirəm. Deməli, fərqi yoxdur nə istəyirsən. Ümumiyyətlə istənilən bir şeyin, bir arzunun, bir hədəfin bəhrə verməsi üçün daim səy tələb olunur. Və 4 nəcib həqiqət adlı prinsiplərdə insan istirabını
açıqlayır burada. Necə açıqlayır? Birinci deyir ki, istirab mövcuddur. Yəni hər zaman mütləq ki bir problem vardır və həmin bu problemdə, yəni arzu olmayan bir şey belə istirabdır insan üçün. İnsan bunu başa düşməlidir ki, mənə nə əzab verir, mənə nə əziyyət verir. 2. İstirabın mənbəyi arzudur. Deməli, arzu tərk edilməlidir. O mənfi arzu. Çünki nəyəsə sahib olmağa can atanda, nəyəsə mövcud olması, nəyəsə yox olduğunu istəyəndə, bu ağrı, acı daha da qidalanır da, onunla böyüyür. Mənfi düşüncələr olsun. Yəni biz bilirik ki, nisbətən çox mənfi düşünməyə meyillidir də insan psixikası. Bu da deyir ki, yəni istiraba səbəb olacaq bütün arzular tərk edilməlidir. Və deyir ki, arzuya son vermək olar. Bu da üçüncü addımdır. Daha doğrusu üçüncü həqiqətdir deyək. Bu da odur ki, istirabın bitdiyini anlamaq lazım. Yəni insan daim özünü qurban psixologiyasından görə bilməz. Bundan çıxmaq lazımdır və həmin çıxma anını anlamaq da arzuya son vermək prinsipidir və son olaraq da azadlığa doğru yol var. Bu da düşünür ki, bütün əzablardan insan bu addımlarla arındıqdan sonra nirvanaya çata bilər. Yəni insan daim azadlığa doğru inkişaf eləməlidir. Mənfi düşüncələri, onu tutub çəkən bərk zincirləri yerdə qoymalı və öz uğuru üçün, öz hədəfi üçün daim səy göstərməli, cəhd eləməlidir. Daha sonra müəllif karate fəlsəfəsindən danışır və həmin bu fəlsəfənin 5 prinsip altında özü ümumiləşdirir. Mən də prinsiplərin adını verib öz fikirlərimi bölüşmək istəyirəm. Birinci prinsipdə deyir ki, əvvəl özünü, sonra da başqalarını tanı. Yəni insan özünü tanımadan, daha özünün fərqində olmadan başqaları üçün necə ideya sürə bilər, onları tanıdığını iddia edə bilər. Bütün kamilləşmə prosesləri insanın özündə başlayır. Sonra gəlir ikinci prinsip, ağlınıza sərbəstlik verin. Bu da bayaq yenə danışdığım kimi, yəni mənfi düşüncələr olsun, fərziyyələr olsun, onlara ilişib qalanda onda artıq gözlənilməz hadisələr əlbəttə ki baş verəcək. Onlara ilişib qalmaq yox. Onlardan dəf etməyi bacarmaq, onlardan qurtulmaq lazımdır. 3. Karate qaynayan su kimidir. Əgər onu daim qızdırmasan soyuyacaq. Bu da nə deməkdir? Yəni hər gün, hər daim məşq etmək lazımdır. Yəni əlindən gələni əsirgəməmək, qambatedə qalmaq lazımdır. 4. Rəqiblərinizin hərəkətinə görə dəyişin. Yəni həyatda hər bir problem var və onun hər yolu da var. Məsələn, bir problemin həlli üçün ideya irəliləşdirirsiniz, amma başqa bir problemdə çıxır. Siz o ideya ilə qalmalısınız ki, həmin o başqa bir problemi nəzərə alaraq yeni bir ideya irəliləşdirməyə bacarmalısınız. Həmin bu prosesdə rəqibin hərəkətinə görə özünü dəyişdirməlidir. Çünki bir məqsəd var, bu hədəfə çatmaq. Onun üçün də insan əlindən gələni etməlidir. 5-ci prinsipdə də deyir ki, bu prinsipləri hər gün necə tətbiq edəcəyinizi düşünün və Aristotelin fikrini deyir ki, bizim qayəmiz dəfələrlə təkrarladığımız hərəkətdən ibarətdir. Yəni buna görə də hərəkət kamillik bir aktdir, adətdir. Yəni bir şeyi nə qədər davamlı eləsən, o qədər sənin bir hissəvə çevriləcəkdir. Başqa bir hissədə 2019-cu ildə dünyanın bir saylı tennisçisi seçilən Naomi Osaka'dan danışılır və onun 4 əsas müvəffəqiyyətə nail olma prinsipi irəli sürülür. Yəni o necə izah edir? Birinci, inam. Düşünürəm ki, özünə inam olmadan böyük təbliğat önündə qalib gəlmək mümkün olsun. Demək ki, insan bir hədəfi qarşısına qoyanda ilk olaraq onu gerçəkləşdirəcəyinə inanmalıdır. İkincisi, sakitlik. Mən hiss edirəm ki, sakit vəziyyətdə daha yaxşı oynayıram. Oyun zamanı istifadə edə biləcəyim daxili bir dinclik var. Əgər insan öz emosiyalarını cilovlaya bilməsə, yəni insan əgər emosiyalarına davransa, demək ki, o yetkin biri yox, uşaq psixikasında olan biridir. İnsan hər daim öz emosiyalarını cilovlamağa bacarmalıdır və emosiyalarına yox, məntiqlə hərəkət etməlidir. 3. Yüksək əhvali ruhiyyə. Mən oynadığım hər oyundan sonra həmişə şən olmağa çalışıram, çünki tennis sadəcə bir oyundur və insan başa düşməlidir ki, həyatda olacaqlar kimi olmayacaqlar da var və bunun sadəcə bir iş olduğunu insan başa düşməlidir. Yəni bütün həyatı bu məsələn. Dərs oxumağa necə verə bilərsən? Sən bir də heç vaxt 18 yaşına qayıdıb, məsələn, həmin dövrdə oxuduğun, yəni oxumadığın bir bədii kitabı dönüb də oxuya bilməyəcəksən. Yəni o bədii kitab səni gözləmir ki, imtahanın qutarsın. Zaman axır və insan da o zamanın axışında gedərkən qarşısına qoyduğu hədəf belə olsa, daim ondan bağlı çalışsa da belə öz həyatını bir kənara atmamalıdır. Və sonuncuda diqqət. Oyun zamanı ağlında heç nə olmur. Əgər biz bir şeyi hədəfimizə çevirmişiksə, diqqət mərkəzimizdə olmalıdır. Özümüzü həyatdan kənara çəkməməliyik. Amma diqqət mərkəzimizdə olan, əsas prioritetimiz olan hədəfimizi də unutmamalıyıq. Kitabın 30-cu fəslində bədən tərbiyəsi ilə bağlı 10 qambatlı qaydası var. Mən özüm də hər ayın əvvəli idmanla bağlı falan qrup yarısına kimi eləyib, yarısından sonra başım buraxıb əşinə olursa olsun deyən tiplərdən biriyəm. Ona görə bu 10 qayda çox xoşuma gəldi və bu 10 qaydanı da şərh eləmək istəyirəm. Birinci qaydada deyir ki, hətta ən az minimum olsa belə hər hansı bir idman çalışması divanda plan qurmaqdan yaxşıdır. Sonra da deyir ki, biz özümüzə deyirik, mən qaçmağa, sonra da yoga dərsinə getməyə hazırlaşıram. Mən idman zalına getməyə hazırlaşıram. Amma eyni ilə atomik vərdişlər kitabında deyildiyi kimi də hazırlaşıram yox. Mən həmin şəxsəm. Yəni insan özünü acamacam, yəni cəzə sananda görməməlidir. O şəxsə kimi görməlidir, o şəxsə çevrilməlidir. Və burada da deyir ki, yəni böyük bir plan qurmaqdan ki, məsələn, gedib idman zalında idman edəcəm. Ondan sonra hər gün 10 dəqiqə eyvanda durub təmiz havada yüngül idman elə. Və yəni gəlirik başdakı fikrimizə ki, divanda durub plan qurmamış olursan, ən azından 10 dəqiqəlik hərəkətliliyə sahib olursan. Və mən düşünürəm ki, burada verilən heç bir qambatlı qaydası sadəcə bir sahəyə aid deyil. Yəni insan bu həyatın hər hissəsində tətbiq edə bilər. İkinci qaydada deyir ki, özünüzü başqaları ilə müqayisə etməyin. Yəni insanın rəqibi sadəcə indiki mən və gələcəkdəki məndir. Ya da ki, indiki mən və keçmişdəki məndir. Yəni heç bir şəkildə insan özünü başqaları ilə müqayisə eləməməlidir. Əlbəttə ki, müqayisə nəticəni görmək üçün, irəliləyişi görmək üçün ən ideal addımdır. Amma öz üzərində. Çünki insan özünü başqası ilə müqayisə elədikcə onda daxili depressiya yaranır. Heç bu düzgün bir akt da deyil. 3. Sizə zövq verən hərəkətlər edin. Deməli, düşünürsən ki, bu hərəkət səni yorur. Məsələn, plank məni yorur. Ən sevmədiyim hərəkətdir. Onu balanslayacaq başqa bir hərəkət tapmaqdansa mən yerimdə uzanıb, plankdan xoşum gəlmir deyə idman eləməməyi seçirəm. Məsələn. Və yəni bu düşüncədən qaçmaq lazımdır. Yəni sevmədiyin şeylər varsa, onda onu sən sevdiyin şeylərlə də əvəz edə bilərsən. 4. Axın vəziyyətinə düşün. Və bu da odur ki, çətinlik səviyyəsinə görə
Ya özünüzü ona uyğunlaşdırın. Həddən artıq asan ya da həddən artıq çətin olarsa, burada axının yəni mümkünlüyündən biz danışa bilmərik. Elə bir tempdə olmalıdır ki, bizi öz ağuşuna alıb apara bilsin. 5. Hər hansısa bir çalışmanı hər gün yerinə yetir. Biz bayaqda nədən danışdıq? Davamlılıq. Daim məşq et, məşq et və məşq et. 6. Dostlarınızla birlikdə və ya qrupla məşq edin. Çünki insan başqasını görəndə daha da motivasiyalı olur. Yəni əlində telefon alıb deyir bir qrup yarat və həmin qrupun adını Qambatya qoy və onları bir şey etməyə təhrik elə. Çünki dediyim kimi insan başqalarının uğurunu görəndə, xüsusilə də bu insan dostları olanda özü də dostu xoşbəxt olduğu üçün xoşbəxt olur və bu da avtomatik, yəni havadan gələn motivasiya deməkdir. 7. Bədəninizi ağlınızla əlaqələndirin. Nəfəs alıb verin. Yəni insan nəfəs alanda belə hər saniyəsinin fərqinə varır və ki, psixologiyada da nəfəs idmanları var ki, sırf insan bədən rahatlasın, o stres vəziyyətindən çıxsın deyədir. Demək ki, nəymiş? Nəfəs alıb verib həyatın fərqinə varmalıyıq. Sonra 8-ci addımda deyir ki, idmandan sonrakı hisslərdən ləzzət alın. Yəni idmanı bitirəndən sonra ay çox yoruldum, nə bilim, çox bezdim, bir də eləməyəcəm deyə düşünməkdənsə, bir müddət ya meditasiya eləyin, ya bədəninizin, ağzınızın fərqinə varın. Yəni həzz almağı bacarmaq lazım. Yəni ümumiyyətlə əslində insanda həzz duyğusunu öyrədir ki, insan etdiyi işdən həzz alanda o iş uğurlu olur. Və nə qədər sevmişəmsə artıq 4 dəqiqədir sırf bu haqqında danışıram. Nəysə, 9-cu qanunda deyir ki, yeni hərəkətlər sınayın. Deyir insan təbiətən yenilikləri sevir. Yəni hər zaman sınaqdan keçirdiyimiz davranışlar çox gözəl, amma bəzən yenilik də qatmaq lazımdır. Və son 10-cu maddədə də deyir ki, bədəninizi sevin. Hər bir halda bədənimiz bizim seçimimiz deyil, bədənimiz bizim evimizdir. Ona görə insan evinə nə qədər gözəl baxanda o qədər, yəni içi işıqlanırsa, həyata olan ümidi artırsa, bədənimiz də elədir. Bədənimizə nə qədər çox sevgi versək, o bir o qədər gözəlləşir. Çünki bədənimiz özümüzük və elə ağlımız da özümüzük. Ona görə də özümüzü qorumağı bacarmalıyıq. Kitabda bəyəndiyim bir yer var, Bruce Lee-nin ifadəsi olduğu kimi sizin üçün oxumaq istəyirəm. Deməli deyir, zehninizi boşaldın, formasız olun. Su kimi formasız olun. Əgər siz suyu fincana doldursanız, o fincanın formasını alacaq. Şüşəyə doldursanız, şüşənin formasını alacaq. Çaydana doldursanız, çaydanın formasını alacaq. Su axada bilir, çırpıla da bilir. Su kimi ol dostum. Yəni insan hər bir vəziyyətə, hər bir duruma uyğunlaşmalı, bir yol tapmalı, bir çarəsini tapmalıdır. Müəllif Qambatya ilə müxtəlif fəlsəfələri birləşdirməyi sevdiyi üçün burada da stoik fəlsəfə ilə birləşdirərək 3 əsas qayda irəli sürüb. Ümumiyyətlə burada stoik fəlsəfədən nəticə çıxararaq onu deyə bilərik ki, əgər qarşınıza maneə çıxsa, deməli düz yoldasınız. Uğura gedən zaman mütləq ki, qarşınıza maneələr və problemlər çıxmalıdır. Və burada çox bəyəndiyim bir hissə var, deyir ki, əgər insan ayağına daş dəymirsə, deməli o heç gəzməyib. Nə qədər də məntiqlidir əslində. Amma ki, biz qarşımıza problem çıxanda deyinməyə, narazılıq eləməyə, niyə mən başıma gəldi deməyə başlayırıq. Amma əslində uğura gedən addımımız da o ilkin mərhələmiz odur. Sonra buradakı 3 qaydadan da qısaca danışmaq istəyirəm. 1. Baş verənləri müşahidə edin və hər an ürəyinizdə qulaq asın. Yəni neqativ emosiyaların bizi idarə etməsinə icazə verilməliyik. 2. Əgər bədbəxtlik və ya maneə yolunuzu kəsibsə, Qambatya. Yəni insan qabağına hər zaman çətinlik çıxır, nə olursa olsun donmaq yox, irəli getmək lazımdır. 3. Nəzarətinizdə olmayan şeylərə görə narahat olmayın. Çox bəyəndiyim bir misal var, deyir ki, bir problem var, həll edə bilirsən, demək problem yoxdur. Həll etmək qabiliyyəti sənin əlində deyilsə, yenə bir problem yoxdur demək. Kitabda belə bir hissə var. Düşünürəm ki, hər insanın ideologiyasına xitab eləmir, amma deyir ki, düşməniniz ən yaxşı dostunuzdur. Burada da bir hissə animelərdən misal çəkir. Məsələn, Dragon Ball-dakı Goku xarakterindən misal çəkir. Deyir ki, yəni o dostunda, düşmənində eyni dərəcədə özünə valeh eləməyi bacaran, hər kəsə əhv eləyə bilən biridir. Yəni bu xarakteri adlandırır. Çünki yəni düşmənlik küçümsəmir, belə deyək. Və burada da deməli xüsusi prinsiplər qoyulub. Onlar nədir? Heç vaxt təslim olmayın. Qalib gəldiyiniz döyüşlərdən də, məğlub olduğunuz döyüşlərdən də dərs alaraq bir şəxsiyyət kimi inkişafa davam edin. Düşmənlərinizdən və ya rəqiblərinizdən öyrənin və onlara dostunuz kimi baxın. Çünki onlar sizin müəllimlərinizdir və istənilən şəraitdə gülümsəyən, xoş əhval-ruhiyyə nümayiş etdirin. Düşünürəm ki, hər düşməndən də dost olmaz, amma onların bizim müəllimimiz olduğu ideyası tamamilə doğrudur. Çünki həyatımıza daxil olan hər bir insan bizə müəyyən bir nəticəyə çatmaq üçün, müəyyən bir dərs almağımız üçün yol göstərən şəxsdir. Onun həyatımıza girmək bizim nə üçünsə nəticə çıxarmamız anlamına gəlir və ona görə də bütün düşmənlərimiz dostumuz olmasa da, bütün düşmənlərimiz bizim bir şəkildə müəllimlərimizdir fikri ilə razılaşırıq. Kitabın bir hissəsində deyir ki, ən kiçik detallara belə diqqət edin. Deyir ki, bütün iş bitirir, amma orada kiçik xırda detallar qalır. Bunları görməzdən gəlməyin, xüsusilə onların üzərində işləyin. Və həmin abzasda tam oxuyacağam. Deyir, əgər qonaq gözləyirsinizsə, o zaman sadəcə misafir otağını deyil, bütün ev təmizləyin. Əgər kitab yazırsınızsa, nəzərə alın ki, əhəmiyyətli olan təkcə birinci fəsil deyil. Əgər görüşə hazırlaşırsınızsa, o zaman ən xırda qızları, hətta alt paltarını belə səylə seçməyiniz vacibdir. Siz bunu hiss edəcəksiniz və nə sirdirsə, ətrafdakılar da bunu sezəcək. Deməli, insan hər şeyə diqqət etməlidir. O bir videoda da demişdim bunu ki, yəni stolun arxasındakı görünməyən kiçik bir parça belə olsa, o sizin əməyinizdir və siz onu edirsinizsə, onu da ən yaxşısını eləməyə çalışın. Və onun ardınca da direkt və qaçış deyə bir fəsil var. Həmin fəsildə də 10 saniyə bariyerindən danışır və belə bir inanış varmış ki, 100 metrlik məsafəni 10 saniyədən daha qısa bir müddətdə aşmaq dəf eləmək olmaz. Amma dəfələrlə idmançılar həmin bu 10 saniyəlik bariyeri qırıblar. Yəni bu qeyri-mümkün, əslində mümkün hala gətiriblər. Bu səbəb budur ki, yəni mən bacarmıram ideyasını mənimsəyəndə əlbəttə ki, bu çətinləşəcək və etmək olmayacaq. Amma biri mən bacarıram deyib həqiqətən də bacarırsa, onda bir fərqlilik yaranır və biri fərqlilik yaradanda da digər insanlar onu izləməyə daha çox meylli olurlar və daha yaxşısını eləməyə meylli olurlar. Demək ki, hər bir insanın bir 10 saniyə bariyeri, yəni dırnaq arasında biz bunu bu adla adlandıra bilərik, var. Sadəcə həmin bu 10 saniyə bariyerinin nə olduğunu tapmalıyıq ki, onu düzgün şəkildə aradan qaldıraq və mən bacarmaram yox, mən əlbəttə ki, bacaracam deyə düşünmək əsas addımdır. Və buna görə də insan gərək hətta yəni ən kiçik addımlardan başlayaraq bütün detalları birləşdirərək mən bacararam yaratsın. Kitabda təkrar icad edin deyə bir ifadə var və burada danışır ki, təkrar icad olunmuşdur və yəni onun istifadəsi əlverişli idi də. Amma Satoru Honda yeni bir təkrar ideyası irəli sürür. Hətta o bu ideyasından daşınmır və təkəri nəhayət ki, yenidən bərpa edib öz yəni uğurunun pik nöqtəsinə çatmağı bacarır. Deyir ki, əlbəttə ki, ondan sonra təkrar daha yaxşı, daha ideal versiyalarda yəni düzəldən şirkətlər meydana çıxmışdı, amma yenə də yəni o uğurunu tarixi onsuz da atmışdı, bu imzanı qoymuşdu. Yəni deyir ki, hətta deyir
öz təkərinizi belə yaratmağa çalışın. Əgər bir ideyanın uğurlu olacağından tamamilə əminsinizsə, o ideyanın arxasınca mütləq şəkildə gedin və əsla təslim olmayın, Qambatteni unutmayın. Və son olaraq da 10 Qambatte fəlsəfəsini danışır. Burada həm kitabın şərhini, həm də videonu bitirmək istəyirəm. Deməli, nəymiş 10 Qambatte qaydası? Birinci, əlinizdən gələni edin. Onsuz da elə Qambatte mənası əlindən gələni əsirgəmə deməkdir. Nəticə mühüm deyil, səylərinizi əsirgəmədiyinizi bilmək sizi onsuz da məmnun edəcək. 2. Qayanı hiss edin. Əvvəlki videoda bu barədə danışmışdım. Hər gün yavaş-yavaş bir addım atın. Yəni uğur təsadüfi və şişirdilmiş səylər deyil, ardıcıl şəkildə davamlı ediləcək bir nəticədir, bir yoldur. 3. Səhv irəli aparır. Biz bayaq nə dedik? Əgər yolda qarşıma maneə çıxırsa, deməli düzgün yoldasan. Və insanı irəli aparan, onun uğuruna səbəb olan səhvlərdir. 4. Çevik və möhkəm olun. Yəni burada möhkəm sözü əyildikcə qırılmayan, amma elastik olan və təzyiqi ortadan qalxdıqda isə əvvəlki vəziyyətinə qayıda bilən bir metala aid edilərək verilir. Yəni mütləq şəkildə həyatın dəyişkənliyinə bizim səylərimiz uymalıdır. Bu da çeviklik adlanır. 5. Vaxtında imtina edin. Belə bir şey var ki, əgər bir işin uğursuz olduğunu bilirsə, hələ tezdir ya da artıq gecdir deyə düşünməkdənsə, anındaca o işi sonlandırın. Möhkəm olun, amma bir yoldan digərinə vaxtında keçməyi də unutmayın. Yəni bir yol düzgün deyilsə, anındaca vaz keçin. Yəni düzgün olmadığını onu sonra bilirsinizsə, o bildiyi saniyədə vaz keçin. Artıq onu keçib, ondan sonra nə olar deyə düşünüb davam etdirməyin. 6. Eyni zamanda həm ayaqlarınıza, həm də üfüqə baxın. Bu nə deməkdir? Deməli, gündəlik rutinizdə hər addımınıza diqqət edin, lakin uzun müddətli planlarınızı da ağlınızdan çıxarmayın. Yəni biz əsas günlük addımlara diqqətimizi veririk, amma böyük əsas ana hədəfimizi unutmuruq. 7. Rituallar finiş xəttindən daha mühümdür. Biz uğur əldə etməyə bilərik ki, məqsəd uğur əldə etmək yox, hədəfə çatmaqdır. Ona görə də əsaslı olan bizim o yolda öyrəndiyimiz, bizə həyatımıza bir yenilik qatan, bizi formalaşdıran şeylərdir və bu da rituallarımızdır əlbəttə ki. 8. Hər şey zehində başlar. Ümumiyyətlə bir şey nail olmamışdan qabaq bunu biz təsəvvür etməyi bacarmalıyıq, təxəyyülümüzü inkişaf etdirməliyik və əgər biz bir şey xəyal edə biliriksə, o xəyala çatmaq üçün əlimizdən gələni edəcəyik. 9. Səyahətdən zövq alın. Və dediyim kimi, əgər bir imtahana hazırlaşırsa, bütün həyatınız həmin imtahan olmalı deyil. O imtahana hazırlaşa həyatdan zövq almağı bacarmalısınız. Ya da böyük bir layihəniz var, məqsəd o layihəni andaca bitirmək olmalı deyil. O layihədə qarşınıza çıxan çətinlikdən də zövq almağı bacarmalısınız. Problemdən də, xoşbəxtlikdən də, orada yolda qarşılaşdığınız insanlar da, yolda həyatınızdan çıxan insanlar da. Yəni bir mənalı olaraq insan etdiyi işdə zövq duyulsun, dadmalıdır. Dadmırsa problem var. Və son olaraq elə indi başlayın Qambatte. Niyyətinizdə nə varsa onu sabaha saxlamaqla reallığa çevirə bilməzsiniz. Onu artıq edin. Əgər oradan düşdüyünüzü hiss etsəniz, dərhal xatırlayın Qambatte. Yəni əlindən gələni ardıva qoyma, daim davam et. Davam etdikcə də təslim olmayacaqsan və yol sənə daim uğur gətirəcək. Ümumilikdə kitab haqqında hələ danışsam çox danışardım, çünki fəsil-fəsil izah eləmədim. Sadəcə ən bəyəndiyim hissələr sizin üçün şərh elədim. Mən tövsiyə eləyərdim ki, kitabı alın və oxuyun. Çünki adi fərqli-fərqli tarixdə xüsusi əhəmiyyəti olan şəxslərin həyat hekayəsini oxumaq olsun, eyni zamanda həyat hekayəsi ilə yanaşı mütəfəkkirlərin fikirlərini duymaq olsun və həyatımıza tətbiq edəcəyimiz bir fəlsəfə olsun. Kitabda çox yaxşı şəkildə, axıcı şəkildə və başa düşülür şəkildə izah olunub. Ona görə də oxumağı və buradan öz Qambatte fəlsəfənizi çıxartmağınızı çox istəyərdim. Fikirlərimi dinlədiyiniz üçün videoya bura qədər əgər dinləmisinizsə çox təşəkkür edirəm. Və sizin də fikirlərinizi şərh hissəsində almaq istəyərəm və fikir mübadiləsi aparmamızı istəyərəm. Əgər videonu bəyəndinizsə bəyənməyi və şərh yazmağı unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.